Bakının qədim kəndlərindən sayılan Nardaran sanki hər şeydən uzaq, özünə xas adətləri olan bir məkandır. İllərdir yaranan təsəvvürə görə bu kənddə orta məktəbi bitirən 10-15 qız görəndə adam xeyli təəccüblənir. Amma daha təəccüblüsü orasıdır ki, Müsəlman Şərqinin ilk qadın təyyarəçilərindən biri, Azərbaycanın isə ilk xanım pilotu Leyla Məmmədbəyova mühafizəkar baxışları ilə tanınan məkandan, Nardarandan çıxıb. Anamla atam bir-birini sevirdilər. Anam Nardaranlı, atam Kürdaxanlı olub. Nardaranskaya, on был Kürdaxanski. İlk uçuşu 1931-ci ildə gerçəkləşib. Daha sonra Moskvaya oxumağa gedib. Orada Sovetlərin cəfadan çox qəzası ilə məşhur U-2 təyyarəsini sürməyi öyrənib. Həm də adi vaxtlar deyil, qadının hələ mətbəxə məhkum olunduğu, çadıra taxdığı və işləməsi bir yana cəmiyyət arasına çıxmağına xor baxıldığı bir zamanda. O vaxt qadınlar çadırda gəzəndə, evdən bayıra çıxmayanda bu nəinki çadırasını atıb başından, həm də təyyarə sürüb. O vaxt partiyaçı olanlardan tələb edirdilər ki, iclaslarına həyat yoldaşlarınızı da gətirin. İclas zamanı belə bir çağırış ediblər. Rədd olsun çadıra. Atam da partiyaçı olduğu üçün anam başından çadıranı çıxartmalı idi və çıxartdı. Anam deyirdi ki, iclasdan çıxandan sonra onlar yenidən çadıranı başlarına bağlayıblar. 1933-cü ildə isə Leyla Məmmədbəyova daha bir ilkə imza atıb, paraşütlə tullanıb. Beləcə, keçmiş Sovet İttifaqında ikinci qadın paraşütçü olub. Anam ilk dəfə Moskvada paraşütlə tullananda məlum oldu ki, bu rus deyil, Azərbaycanlı qadındır. Hamı da təəccüb oyatdı. Ona görə də paraşütçü ingilis qadın gəldi anamla tanış olmağa ki, onu öz gözləri ilə görsün. Стал с ней общаться, интересоваться, обман это или не обман. Вот она смотрела, да. И мать, у нас фотографии есть, где она с этой англичанкой, она всегда говорит, вот посмотри на ее обувь, а посмотри, какие у меня красивые сапоги, говорит. Nənəmdən kino çəkirdilər. Orada rejissor dedi ki, gəlin belə bir ssenari çəkək, belə bir səhnə çəkək ki, nəvəsi paraşütdən atılır, nənəsi də onu qarşılayır aerodromda. Mən qaçdım nənəmin üstünə ki, nənə nə olur, qoyma ki, məni paraşütdən atsınlar yerə. Dedi ki, yox bala, mən bilirəm ki, bu nədir, qoymayacağım. Azərbaycanın ilk xanım pilotu nə övladlarını, nə də nəvələrini davamçısı kimi görmək istəməyib. Adətən təyyarəçilər ikinci yerə yük qoyurdular ki, həmin təyyarələr uçuş balansını itirməsinlər. Həmin yükün yerinə mənim qardaşım otururdu. O, anamın yanında təyyarəçilik məktəbi keçirdi. O, təyyarəçi olmağa qərar verdi. Amma anam buna qarşı çıxdı. Dedi ki, heç vaxt imkan vermərəm. Çünki o zaman reaktiv təyyarələr istehsal olunmağa başladı və həmin təyyarədə uçuş edən bir çox təyyarəçilər təyyarə qəzalarına düşürdülər. Qardaşım hərbi məktəbə daxil olsa da, təyyarəçi ola bilmədi. İndi niyə qadın təyyarəçi yoxdur? Hələ 30-cu illərdə uçan Nardaranlı o xanımın davamçısının olmamasına səbəb nədir? Hər halda valideynlər icazə vermirlər. Çünki indi valideynlərin yönləndirilməsi daha çoxdur uşaqlara. Bəlkə də ailədə icazə verməzlər ona görə. Ölkədə ən azından belə imkanlar yaradılmalıdır ki, qızların həvəsi artsın. Azərbaycanlı olaraq ağıllarına istifadə səzat gəlir. Sonra da fantaziyalarına uyğun işlər gedir, sonra da alınmır da, yəni qoymurlar qızlar oxumağa. Nəvəsi isə belə düşünür. Bizdə qadınlar, zabitlər var, qadınlar hərbiçi var. Amma təyyarəçi yoxdur. O da bilsin, nənəm sağ qalsaydı, kimsə olardı. Görəsən Nardarandan daha bir təyyarəçi qadın nə vaxt çıxacaq?